Qurban Qurbanov bir 10 ildir ən yüksək səviyyəsindədir futbolunda. Səncə Cavid biraz ingiliscə öyrənməli deyil Qurban Qurbanov? Yəni bu Icardi sənə 2 il çempionatdır, sən ona 10 milyon maaş ver, üstünə üstlük onun bütün səhvlərinə göz yum bu. Tamam, razıyam, vacibdir. Bunu sal yaya. Bunu sal elə yerə sal ki, yəni bir ay adamlar klub oyunlarını oynamasınlar. Vacib oyunçulara Bəxtsizlikdən 4 dənə qol buraxmaq bəxtsizliyin olsun. Napolidə 6 dənə buraxıb. Bunda Napoli komanda deyil. Napoli xeyr. Aha. Hadi. Ya. Vitinyan o qədər rahat oynamağın bir səbəbi nə imiş? Mən ona görə həmişə o ikisini bir yerdə atmışam. Necə Xavi Iniesta dediyi bir yerdə həmişə. Hər kəs salam. Tiki-taka onlayındasınız. Yenə Playmaker, yenə Tiki-taka, hamımız onlaynıq. Caviddir, Ergün'də enerjimiz boldur, hər şey qaydasındadır. İzləyicilər də bizim üçün 100% darıxıb. Bax elə videonun bu əvvəlindəcə bu like-dır, abunədir, bu məsəl bir iki dənə düymə var, onları həll eləyin. Başlayaq videoya. Necəsiz dostlar? Nətərsən? Mən də Qarabağ formalı şəxs. Nətərsən Ergün? Nətərsən? Yaxşıyam desəm mən. Amma yaxşı yerə məncə, yəni. Ümumi olaraq yaxşı. Yaxşı. Növbəti gün nəticələrindən sonra artıq yenə yaxşıyam ki, şansımız yenə də bir xeyli var. Aha, qəşəng. Maraqlı formaya gəlmisən bu gün. Nə demək istəyirsən? Slota mesaj göndərsən, Cavid. Vintaj formalarından biri. Yəni slotla bağlı danışacağıq. Hər şeydən danışacağıq. Bu gün mütləq slotun artıq axırıncı gün olmalıdır bu gün. Qaçış yolu yoxdur. Bu həftə. Tamam. Başlayaq Qarabağdan, Qarabağ-Napoli oyunundan. Təmsilçimiz Napolidə məncə əla oyun göstərdi. Əlindən gələni elədi, amma olmadı. Bu dəfə olmadı. Səbəbləri nə idi üçün? Oyunun qısa icmalını versən nə deyərsən? İnanılmaz heyət kalite fərqi deyək də, yəni səviyyə fərqi, keyfiyyət fərqi hiss olundu. Yəni bu da bizim məğlub olduğumuz zaten tək şey o idi. İlk hissədə bərabər oyun oynadıq. Hətta bəzən hissə biz daha üstün idik. Oyunun əvvəlində daha yaxşı idi. İkinci hissədə artıq futbol belə bir oyundur. 60 dəqiqə o başa-baş oynaya bilirsən. 60 dəqiqə sonra artıq mütləq şəkildə səviyyə fərqi, oynadığın liqa fərqi, oyunçunun fiziki gücü belə deyək də bu şeylər artıq 60-cı dəqiqədən sonra təsir edir. Və biz də elə eynən 60-cı dəqiqədən sonra başladı düşməyə və çox şanssızlıq yaşadıq. Yəni Yankovicin qolu şanssızlığı idi. Eynən. Çox səbəbsiz yerə qollar buraxdıq da bir növ və nəticəsi də gəlib məğlubiyyətə çıxardı, amma yenə də sən demiş, mən bəyəndim oyunu. Qürur duyulası bir komanda. Eynən, gedib əzilmədi, ciddən əzilmədi. Yəni başa-baş bir hissəni başa-baş, hətta 60 dəqiqəni, sonrasında da yəni şanssız qollarla uzan bir komanda kimi qayıtdı məncə Qarabağ. Sənə belə pas atmaq istəyirəm Cavid. Normalda Qarabağın oynadığı rəqiblər əslində açıq danışıqda ki, hamısı Qarabağın daha güclü rəqiblərdir də. Amma bu oyunların heç birində Kohalski bu qədər ön plana çıxmamışdı. Niyə bu qədər gözlədi ki, Kohalski bu qədər ön plana çıxsın? Burada müdafiənin problemi bu oyun ortaya çıxdı deyə Kohalski ulduzlaşdı, yoxsa Kohalski özəl bir şey idi? Yox, belə bir şey deyim. Kohalski bu arada əfsanə oynadı. Adam 8 seyv elədi. Həftənin Çempionlar Liqasının ən yaxşı qapıçısı seçildi. Yəni bu inanılmaz bir göstəricidir. O qədər oyun ola belə bir nəticəni əldə etmək mükəmməldir və 8 seyvin hamısı da çox təhlükəli anlar idi. Belə bir şey deyim, Kohalski indiyə kimi 5 oyun oynanılıb, Napoli daxil və heç birində səhv buraxmamışdı. Yəni buraxılan qollar var idi, təbii ki, amma heç birində ciddi bir səhvə yol verməmişdi. Bu da bir unikal göstəricidir. Biz Kohalskidən kimi müqayisə edirik daha çox əvvəl Şehiç var idi Qarabağda. Onu müqayisə edirdi. O belə Çempionlar Liqasında və səhvlər buraxmışdı. Amma yenə də güvən verirdi bizə, müəyyən bir güvən qazanırdı. Amma Kohalski mükəmməl oynayır. Çox qəşəng performans göstərdi və Kohalskinin ən yaxşı özəlliklərindən biri nədir? Adamın qəşəng reaksiyası var və shot stopper. Napoli hardasa 65% göstərici ilə ortadan hücumlar eləyirdi. Ancaq ortadan gəlirdi. Ortadan bildiyin dəstəklə gəlirdilər. Başda McTominay olmaqla. Çünki orta cinahı Lobotka'da McTominay idi. Çox qəşəng texnikaya sahiblər və topu qəşəng saxlayıb idarə eləyə bilirlər. Və ortadan gəlirdilər gördüyünüz kimi də. Eynən. Və ortadan gəlirdilər. Sadəcə bitiriciləri o qədər də yaxşı değildi. Tam yaxşı bitirə bilmirdilər. Qapıcı tərəfləri vurdu. Amma inanılmaz reaksiyalar da göstərdi. Kohalski gördük. Turun qolu ola biləcək qolun qarşısını aldı. O David Neres vurmuş deyə bildiyin qayçıvari. Həmin qolun qarşısını aldı və əfsanə çıxarış idi. Çox halal olsun ona. Hətta bir əlavə edeyim, Çempionlar Liqası oyun günün sonunda 6 seyv paylaşmışdı. 6 seyvin 4'ü Kohalski'nin. Ən yaxşı 6 seyvin 4'ü Kohalski'nin. Eynən. Bəs səncə Cavid, məsələn, Kohalski indi bir oyundan ön plana çıxdı, amma Kohalski səncə
elit səviyyəyə namizəd bir qapıçıdırmı? Dediyim kimi səhvlərini görməmişik. Düzgün mövqe tuta bilir. Bunu özü də bir bacarıqdır və qəşəng qapıçıdır yəni. Elit səviyyəyə çıxa bilər. Hətta belə davam eləsə, çünki Çempionlar Liqasını hamı izləyir. Yəni sezonun sonunda hər hansısa bir orta klub, atam Sporting belə onu ala bilər ki, sonradan onu yetişdirib daha da böyük kluba sata bilsin. Sata bilsin. Okey. Gəl biraz da Çempionlar Liqasının növbəti mərhələyə çıxma şanslarımızdan danışaq. Hal-hazırda ümidlisənmi Elgün, yoxsa bu məğlubiyyət bizi xeyli geri plana var? Şans var. Şans xeyli var. Bəli. 68% göstərir ki, bundan əvvəlki turda 72% idi, yəni 1% idi. Demək olar yəni düşməyib. Bir məğlubiyyətə görə çox az düşüb. Şans xeyli var, çünki bizdən aşağıda olan komandalar hamısı yəni necə nisbətən yəni heç biri bir City, Juventus, PSG deyildi. Keçən il play-off xəttində olanlar olar idi. Ona görə sonunda gəlib Dinamo Zagreb'i bir növ çölə atdılar axırda, özləri keçdilər 24-də. Bizim də və İlkin Fişatoğlu'nun bir sözü var. Ki biz artıq o səviyyəyə gəlmişik ki, Ajax-a 3 xalla baxırıq, 3 xal gözü ilə baxırıq. Yəni bizim gözümüzdə artıq şansı qalmayan Ajax var qarşımızda daha doğrusu. Eintracht növbəti tur Barcelona ilə oynayacaq və o oyunu böyük ehtimalla uduzub. Yəni artıq onun da ehtimalı qalmayacaq. Biz Eintrachtla oynayacağıq evdə. Yəni 2 dənə əlimizdə çox yaxşı şans var qələbə üçün. 3 xal lazımdır. Yəni mən 10 xallan keçəcəyimizə %100 inanıram. Okey, inşallah Qarabağın qələbələrini görərik, növbəti mərhələyə keçərik. Məncə burada yəni müəyyən bir şey danışmağa ehtiyac yoxdur. Hər şey qaydasında Napolidən zaten əla bir komandadır. Sadəcə bir məsələyə diqqət çəkməyimizi istəyirəm. Biz normalda Qurbanovu belə elit səviyyə bir məşqçi kimi görürük və hətta mən çox istəyirəm ki, o Avropaya getsin, Avropada məşqçilik eləsin də belə deyək. Conte ilə oyunun əvvəlində salamlaşırlar. Amma məsələn yanında tərcüməçi ilə gedir. Yəni Qurbanov bir 10 ildir ən yüksək səviyyəsindədir də futbolunda. Səncə Cavit biraz ingiliscə öyrənməli deyil Qurbanov? Komfort zona dediyimiz məsələ elə budur. Rahatdır, ehtiyac yoxdur. Yanında tərcüməçi var. Niyə də öyrənim? Niyə şey eləyim? Yəni onsuz ondan dəfələrlə soruşublar xaricə getmək və s. belə axır. Dəfələrlə deyir ki, mən yerimdən razıyam. Bir dəfə də olsun nəsə bir atmayıb ki, jurnalistlərə ki, gedə bilərəm. Biz həmişə bundan danışırıq ki, Qurban getməlidirmi, ya getsin xarici kluba. Məncə də o özü göstərir ki, həmin şey göstərir ki, getməyəcək. Adam ingilis dilini əgər öyrənmirsə, bu səviyyədə olan bir məşqçi deməli elə böyük ehtimal Azərbaycanda qalıb. Qarabağda Azərbaycanda əfsanə olmaq istəyir. Tamam. İzləyicilərdən soruşaq, sizcə bu qədər yüksək səviyyələrdə performans göstərən bir şəxs, bir məşqçi az da olsa biraz beynəlxalq bir dil öyrənməlidirmi və Qarabağın şanslarını nə görürsüz? Mütləq şəkildə rəylərinizi oxuyacağıq. İndi keçək digər təmsilçimizə, amma keçmək istəyirəmmi deyə soruşsanız qəti istəmirəm. Galatasaray Liverpool qalibiyyətinin kreditini xərclədi. Apardı, tulladı. İpotekaya düşdü ipotekaya. Artıq hərrac gəldi Galatasarayın evinə. Saint-Julaya məğlub oldu Galatasaray. Belə bir şey gördüm. Hansı ki bunu keçən il sezonun sonlarında Interdə görürdüm. Yəni Interlə Qalatasarayın ortaq nöqtəsi nədir indi gördüyüm? Hər ikisi əsas heyətlə dayanmadan oyun göstərirlər. Həm liqada, həm də Çempionlar Liqasında. Çünki buna məcburdular. Problem burdadır. Və ona görə də daimi şəkildə eyni oyunçularla oynadıqca və araya milli yığmalar da girirdi və milli yığmalarına görə Lemina ilə Osimhen də itirdi. Yerlərinə Saranı qoydu və s. Gördük ki, oyunda ilk 40 dəqiqəni falan normal performans göstərirdi. Normal şəkildə pressing eləyə bilirdi. Ondan sonra söndülər. Gücləri belə qalmamışdı ki, hücum eləsinlər. Biz düzəməli hücumlarını görmədik. Yəni. Yoxdur. Yəni %100 bir epizodu bəlkə Davinson Sanchezin o ikinci zərbəsindən epizodu. Belə bir şey deyim. Adamlar qırmızı almamışdı, amma 10 nəfərlə oynayırdılar. Icardi yox idi oyunda. Icardi heç yox idi oyunda. Yəni Icardi'nin cəmi 2 dənə zərbəsi var, o da isabətsizdir. Yəni qapıya belə deyil, harasa vurmuşdu aya göyə. Burada belə bir məsələ var da, türklərin emosional tərəfləri o qədər ağırdır ki, Icardi bizi 2 il çempion eləyib, biz hər şeyimizi verək Icardi'yə. Yəni Avropada əsla belə eləmirlər. Avropada Cristiano Ronaldo yuhlanıb, yəni tarixin ən gördüyü ən yaxşı futbolçu yuhlanıb qardaş. Yəni bu Icardi sənə 2 il çempion elədi, deyəsən ona 10 milyon maaş ver, üstünə üstlük onun bütün səhvlərinə gözləyim, bu belə davam eləməməlidir. Icardi Interdə kapitan idi. O kapitanlığı sıfır heç eləyən adam oldu. Onu bu dəqiqə Interdə adam yerinə qoymurlar, saymırlar. Heç vaxt da qayıda bilməz oralarda. Hamı nifrət eləyir onu. Çünki azarkeş qrupu ilə problem yaşamışdı. Azarkeş qrupu Qurbanla problem yaşamışdı. Bəs orada problem səncə odur mu ki, Okamurka biz həddindən artıq iş vermişik? Bundan düz razı deyiləm. Yəni ki, sonda oyuna çıxan komanda 11 nəfərdir və həmin 11 nəfəri Okan təyin edir. Yəni burada da səhv heyətlə çıxırsansa bir oyuna, yəni deməli günahkarsan. Yəni sadəcə transferlər eləyəndə ehtimal qoyulmalıdır ki, bu oyunçu zədələnə də bilər və orta bir
ehtiyat oyuncu tapaq bunun üçün. Ehtiyat skamyasında heç kim yox idi, ciddiyəm. Yoxdur. Bir dənə qutucu var idi tanıdığımdan. Heç kim tanımırdım yəni. Ən belə deyim də ehtiyatdakı ən bomba oyuncu Ahmet Kutucu idi və adam oyunu alması səviyyədə belə deyil, ya oyun almadı. Və 90 dəqiqədə bir dənə zamin elədi oyunu. Bəs belə bir şey deyək də, bu zədələrin səbəbi səncə Okan-Buruk'un məşqidir, yoxsa milli komandalara çox gedirlər, oyun sayı çoxdur falan? Mən Okan-Buruk'un məşqinin zədəyə meylli olmasına bağlı bir məlumat eşitməmişəm. Daha çox Flickdən bunu eşitmişəm ki, Tamam. Flickin oyunu daha çox zədəyə meylli olur, çünki çox intensiv məşqlər keçirilir. Bir nömrəli olaraq bu Afrika turnirləri olsun, milli turnirləri olsun. Galatasarayın da bir çox vacib oyuncusu Afrika kökənlidir. 3 futbolçumuz var ki, çox vacibdir də. Singo, Lemina, Osimhen, Afrika. Və onlar yenə gedəcəklər Afrika turnirinə. Onlar Afrika Millətlər Kuboku var, çempionat var. Qışda nə olacaq? Bay yenə keçən dəfə də Rəsul demiş ki, vacibdir milliyyət və s. Tamam, razıyam, vacibdir. Bunu sal yaya. Bunu sal elə yerə sal ki, yəni bir ay adamlar klub oyunlarını oynamasınlar. Düz deyil, klub oyununu salırsan, sonra milli salırsan, sonra klub salırsan, əziyyəti klublar çəkir. Okan da intervyuda demişdi ki, yəni mən neyiniyim? Oyunçu gedir orada zədələnir. Mən neyim? Bütün mənim sistemim qırıldı. Yəni ona görə Okanı günahlandırmaq düzgün deyil burada. Futbol monopoliyası deyə, futbolun bu pula qarşı olan istəklərini mi deyə, bu da hamısı yəni. Məncə bir oyunçunu transfer eləyəndə o hər şey fikirləşməlisən. Osimhen 75 milyon alanda fikirləşməliydin ki, bu adam Nigeriyanın ulduzudur, əsas oyunçusudur və bu adam mütləq şəkildə milli oyunlarına gedəcək. Yəni kim getməsə də Osimhen mütləq şəkildə gedəcək də. Yəni 75 milyonu sən bilməlisən ki, verdiyin adam 2 aydan bir 20 günlük yoxa çıxacaq da. Ona uyğun bir şeyin də olsa, həm B plan olmalı ki, Osimhen olmayanda bunu eləməlidir. Icardi'ni ona uyğun formada belə deyək də saxlamalısan klubda ki, Osimhen olmayanda Icardi səni 20 günlük idarə eləsin, bütün mövsüm oynamasın. Amma onu da elə bilmirsənsə, deməli artıq səndə bir problem var. Valla Icardi'nin artıq adını belə eşitmək istəmirəm. Yəni o qədər sevirdim onu. Artıq hörmətsizlik eləməyə başlayırmış kimi gəlir adama. İzləyicilərimizdən də soruşaq, bu milli komanda fasilələri, klublar sizə oyun sayı çoxdurmu? Milli oyunlarla bağlı nə etmək lazımdır? Qalatasaray ilk 24 şanslarını nədə görürsüz? Rəylərdə görüşək. İndi Çempionlar Liqasının bu turunu mərkəzi görüşü deyə bilərik də. Yəqin Arsenal Bayern Münhendən biraz danışaq. Hə, 2 məğlub edilməz komanda idi. Bu günə kimi məğlub edilməmişdilər də. Düzdür, Bavariya artıq daddı məğlubiyyəti. Arsenal, Bavariya ilk 2 pillənin sahibləri bir-birlərinə qarşılaşdılar. Bu duelin qalibi Arsenal oldu. Nədir fikirlərin Elgin? Nə vardı? Oyun bu arada çox maraqlı idi. Mən canlı oynadığım həmin saatdakı oyunlardan həmin Arsenal Bavariya oyunu idi. İnanılmaz maraqlı. Yəni 90 dəqiqə sadəcə belə heç nəyə baxmadan oynamadım da. İnanılmaz sürətli oyun gedirdi. Yəni cidden bəzi oyunlar hiss etdi ki, Avropada niyə bu klublar toplayıldı? Məsələn, niyə Galatasaray ilə hansı klubun yox, bu klubun oyununa baxmaq lazımdır, bu iki klubun. Bu klub bir başqa məsələ ağlıma gəldi. Standart fəaliyyəti bu qədər ideal dünyada necə yerinə yetirirlər? Anlamıram. Yəni bu qədər yaxşı necə fikirlər? Adamlar elə bir mənasız epizoddan standart fəaliyyətdən qol vurdular və 1.78 boyunda oyuncu mənlə eyni boydadan bir adam necə getdi o kəlləri ilə qol vurdu? Jonathan Tahın zadının yanından tullanıb. İnanılmazlar, necəsə bacarırlar hər dəfə. Yəni onlara fikir verin şeylərə, standart vəziyyətlərinə, korner, cərimə zərbə. Qəribə formada hərə bir tərəfdən gəlir. Standart eyni şeyi 2 dəfə eləmirlər. Hər dəfə fərqli forma deyirlər. Ona görə Bavariya müdafiə çaşmış qalır ki, bu hardan cəbara tullanır. Vurub udurlar. Sonra da Neuer'in bir səhvi, 2-1 idi, 2-1-də şans var idi. Neuer'in o səhvi, hətta Martinelli'nin hərəkəti orada çox qəşəng dizi ilə. Məncə Martinelli xəbər olmadı elə şey elədiniz. Gördü ki, qapçı qaldı qıraqda getdi bu. Dizi ilə atdı, məncə son anda bilə-bilə atdı, yəni keçdi Neuer'i. Neuer çox boşa çıxdı. Neuer qayıtmadı, çox da oynağı orta məşqdə gözləyir Neuer. Çox qəşəng oynadılar. Sənin fikrin nə idi? Səncə Arsenal yaxşı oynadı, yoxsa Bavariya pis oynadı? Mən belə bir şey deyim, oyundan qabaq hamının maraqlandıran sualı nə idi? 2 bu dəqiqə dünyada, Avropada ən güclü 2 dənə klub qarşılaşır. Və onların mübarizəsindən sonra bir dənə ən güclü klub qalmalı. Yəni kimsə öz sözünü deməlidir ki, mənəm bu dəqiqə Avropanın aparıcı qüvvəsi. Və əsas məsələ bu idi. Maraq qatan məsələ bu idi. Arsenal çox istəkli oynadı həmin oyun ərzində və belə bir statistika dedim. Bavariya, əslində Arsenal üstün idi Bavariyada nə mənada? Arsenal ən güclü tərəfi nədir? Kornerlərdir. Cərimə zərbələrdir, standart zərbələrdir. Bavariya bu sezon ən çox standart vəziyyətlərdən qol buraxan komandadır. Aha, statistika. Avtomatik adam düşünürdü ki, çox güman elə bir qol buraxacaq və elə bir qol da buraxdı. İkinci məsələ Bavariyanın nəyi var? Pressingi var, çox güclü pressing.
göstəriciləri var, çünki ortada olan oyunçuların texnikası yaxşıdır. Və Arsenal bir dənə həmlə elədi, Skelin atdı oyuna. Düz Skel o qədər də yaxşı oynamadı, amma məsələ nə idi? Bavariyan pressinginə qarşı ayağında top saxlaya bilən oyunçu ilə idarə eləyə bilir. Yenə də oynadı Skelli, pis oynamadı. Kane-i məhv eləmişdilər, Kane yox idi. Kane-i Karl'ın arxasına qoymuşdular oyunda, fikir verirsə. Karl da təzə tanıyıram Gol da məsələn. vurdu. Bir ayda falan tanıyıram. Amma gol da vurdu. O gol Kimihin qolu idi, yəni. Şey deyim, Kimihin pası. Sezonun pasıdır da. Elə pası yoxdur. O qədər qəşəng atdı ki. Və o qol ən çox bəyəndiyim qollardan biri oldu bu həftə. İkinci hissədəki Arsenal sıxdı. Yəni pressingin nəticəsində hətta top Bavariyada olanda 7 nəfər Arsenalın oyunçuları rəqibin yarım sahəsində olur. Yəni mükəmməl bir oyun göstərdilər və layiqincə oldular. Layiqincə oldular. Tamam, onda bir dənə belə bir mövzu açsam. Sizcə Neuerin dövrü artıq bitibmi? Biz Neuerə çox verdiğimdə videolarımızda fikirlərimizi deyirik ki, tarixin ən yaxşı qapıçısıdır da. Bu tarixin ən yaxşı qapıçının dövrü bitib. Necə yox? Bu arada bığları yaraşırım. Təzə bığı da bıraxın, ondan da danışacağım. Hə. Yox, yəni Neuer həmişəki oyunu oynayırdı. Yenə də özünə xas olaraq ortaya tərəf gəlirdi. 12-ci oyunçu kimi paslarını verməyə çalışırdı. Yəni bu oyunda talihsizlik deyək də yaşadı son qolda, açığı. Bəxtsizlik yaşadı. Amma oyun ərzində ciddi bir səhvlərə yol vermədi. Buraxdığı qollarda da açığı müdafiə xəttinin səhvləri idi. Normal öz oyununu göstərdi. Təbii ki də, yəni sonları da hiss eləyirik. Əvvəlki kimi reaksiyası yoxdur, əvvəlki kimi shot stoppingi yoxdur. Ayaqlarını amma yaxşı oynaya bilir yenə də. Amma yəni yaşlanır və artıq yəqin ki 1-2 ilə karyerasını bitirəcək. Tamam, Neuerin bığlarından da danışdıq. Bu şey ağlıma gəlir, imicini dəyişib də belə çox pis görünən futbolçu örnəkləri desəm kim gəlir ağlımıza? Mənim ağlım Bellerin gəlir. Çox diksinirəm oyunçunun. Betisdəki bığlı tipi var ya. Kim gəlir? Bellerin. Hector Bellerin. Betisə keçəndən sonra da deyəsən saxladı. O da bığ saxlayır və futbolçular necə bığ yaraşmır. Necə yaraşmır? Hə. Görən hər adam qədəmi belə şərəf. Heç eləmir. Bığlı bir dənə futbolçu. Yəni bığ olmasa da olar da şey olaraq. Yox da simpatik. Hə, simpatik bığlı. Kim gəlir ağlı? Ronaldo bir ara bu saqqal saxlamışdı, keçi saqqalı. Necə pis görünür. Bizə bığlı yoxdur. Tamam, indi bizim ağlımız gəlmir, amma izləyicilər yazsınlar belə imicini dəyişib ağlımızda qalan, ya belə bığlı simpatisini olan futbolçu kim var əylərdə görüşək. İndi keçirik bir dənə artıq ayağını qazmalı olduğumuz bir şəxsiyyət haqqında danışmağa. Arne Slot'u bu gün masaya yatırırıq və bitir gedirək. PSV uduzmamalısan da Liverpool. Tamam, bu günə qədər müəyyən şeyləri keçdik. Cavid özelliklə çox qorudu Slot'u ki, hələ biraz şans verək, biraz gözləyək. Nə qədər gözləməliyik Cavid? Bir həftə. Bəli. Nə olacaq bu həftənin sonunda? Arsenalın, Liverpoolun bütün bu heyətinin, idman heyətinin bir görüşü oldu. Həmin o PSV oyunundan sonra və qərar verdi ki, Slota bir həftə vaxt verilsin. Bunu Sky Sports paylaşmışdı və bir həftə vaxt verirlər. Bir həftədə 3 oyun olacaq. Biri sabahdır, biri midweek deyirlər, yəni həftə ortası olacaq. Bir də ki, həftə sonu olacaq. Premier Lig oyunlarına söyləyir. Bəli, West Ham'də, Sunderland'də və Leeds'in oyunları var. O oyunların nəticəsində qərar veriləcək, Slot qalır yoxsa yox. Mən belə bir şey deyim, Slotu qoruyurdum. İndi də biraz qorumaq istəyirəm açığı. Yəni Van Dijk'ın əlini belə qaldırıb, həmin epizodda güya cərimə var eləməsi Slotluq bir şey deyil. Konate'nin ayağın top tutmaması Slotluq bir şey deyil. Salah'ın oyundan başqa hər şey eləməsi, yəni Slotluq bir şey deyil. Slotun burada bir dənə verdiyi, bir də eləməli olduğu şey nədir? Radikal dəyişikliklər. Yəni Salah'ı çıxartmalıdır oyundan. Salah'ı sırf keçən ilki və keçən illərki göstəricilərinə görə hörmət edib saxlamısansa, kontraktını yeniləmisənsə, eyvallah, tamam Liverpool yaxşıdır, amma bunu saxla, yəni ehtiyat. İsak yoxdur, Ekitike zədələndi. Yəni bir dənə oynayan Ekitike idi, o da zədələndi. Və can yandıran Soboslayı görəndə ürəyim ağrıyır açığı. Çünki Soboslayı son 10 oyunda bir dəfədə 7-5 reytingdən aşağı bir reyting almayıb. Təsəvvür edin, hər oyun uduzurlar bu adamlar və hər oyunda da 7-5-dən yuxarı reyting alır. Bu bilirsin nə deməkdir? Bu can qoyur oyuna. Və öz pozisiyasında da oynamır. Gah ortada oynayır, gah cinah müdafiədə oynayır. Yəni Slotdan lazımdır nə? Slotdan radikal dəyişikliklər eləməlidir. Bu 3 oyunu xüsusilə də. Çox istəyərdim ki, üçlü müdafiə oynasınlar, amma ortada oyunçuları yoxdur müdafiə üçün. Kerkeslə Frimpong ideal həmin o üçlü müdafiə üçün laterallarda, wingerlərdə. Amma üçlü müdafiə qoyacaq adamları yox. Yəni ya
Gravenberg çəkməlidir, ya Endonu çəkməlidir. Yəni belə nəsə fikirləşməlidir. Yəni Van Dijk biabırçılıq idi həqiqətən. O epizod sən 10 ildir professional karyeradasan, futboldasan. Yəni əlvi qaldırırsan ki, cərimə var. Hələ epizod qurtarılmayıb da. Bu nə ağılsızlıq deyirsən sən. Yəni ya bilə-bilə eləyir ki, slotu yığışdırsınlar. Yəni başqa bir səbəb görmürəm burada açıq. Yapı var orada. Van Mən Dijk çox inandım. ya basketbolçu olmaq istəyir ki, Van Dijk. Ama şeydi hə. Millidə Natalya Məmmədova tullan vurur deyə var. Elə tullan deyə Məmmədi başlarını qaldırdı ki, Bax, Cavid deyir ki, buna slot neynəsin, Konate bazarında slot neynəsin. Amma slot orada nizam intizamı bəlkə qursun. Yes, tam ona gəlirdim ki, Van Dijk'ın epizoduna razıyam. Van Dijk slot nə bilsin ki, Van Dijk belə eləyəcək topa. Amma Konate'nin top tuta bilməməsidir. Yəni onu da bir qırağa qoyuram. Salahın oynamaması mövsüm əvvəlindən görür də, yəni biz görürüksə slot bunu görür. Adam 5 metrin yanında oynayır da. Oynatma adamı. Atsam yəni. Tamam da sən oyunçuda bir də oyuncun var onun. Sən bir sürü oyuncun var. Yəni heyətin də genişdir xeyli. Tabii PSV oyununda PSV-nin vurduğu birinci qolla ikinci qol arasındakı müddətdə xeyli müddət idi. Bir 50 dəqiqə müddət idi. Liverpool sıxırdı. Liverpool oynayırdı. Slotu niyə çıxarmırlar? Slot oyun göstərir. Yəni oyun var. Yəni bəxtsizlik var. Vacib oyunçuların bəxtsizlikdən 4 dənə qol buraxmaq bəxtsizliyin Napolidə 6 dənə buraxıb. Bunda Napoli komanda deyil. Napoli xeyr. Liverpool slot bax başa düşsən söhbət nədir? İlin əvvəlindən bəri tənqid olunur bu adam. Onsuz da o adam aparmaq istəyirlər, göndərmək istəyirlər. Və bu üstünə PSV-dən də 4 dənə qol, Liverpool PSV-dən 4 qol yeyə bilməz. Bax, onun başında məşqçi olmasa belə, nəmi? Oyuna gəlməsələr belə. Formasını geyindir, Rob Fowler belə gəlib oynasa, başa düşdün? Əsla Liverpool PSV-dən 4 qol yeməməlidir. Yəni bu biabırçılıq deyil. Buna sıxaması yoxdur. Slotu mən də belə bu qədər qaraltmağın tərəfdarı deyiləm, amma artıq yəni bu nizam intizamı əlindən buraxmaq çözüm olan bir şey deyil. Yeni taktika gələ bilər, yeni strategiya gələ bilər, yeni transfer gələ bilər, amma yeni nizam intizam gəlmir. Tamam? Mən onu hiss edirəm ki, onu itirib. Yəni Salahı kəsə bilmir bu adam sən də. Yəni Salah kəsilməz. Oynasın. Yəni misalda 4-5-1 ilə oynasa, məsələn Frimpong cənah oyunçusu oynasın. Getsin, yəni normal necə oynayırdı Frimpong? Karyerasının böyük hissəsini biraz hücuma meyilli oynayıb zaten. Yəni oynaya bilər də adam ilk dəfə oynamır orada. Virtsi qoy topla oynasın, asma eləsin, nə Misakazada. Yəni milyon dənə sözüm var da biz fikirləşiriksə hər halda o da fikirləşə bilər bu. Yəni bir də Liverpool olaraq sən bayaq deyirsən, yəni PSV-yə uduzmamalısan, tamam, uduza bilərsən. Evdə uduzmamalısan, tamam, evdə də uduza bilərsən. Amma 4-1 uduzmamalısan. 4-1-in heç bir zahiri yoxdur, heç bir variant yoxdur. darmadağın ola bilməzsən də, yəni də. Bir dənə təəssüf ki, anti-rekord deyəcəm. Liverpool keçən oyun vurdu. Neyi? Liverpool son 3 oyundur 3-dən artıq top buraxır və uduzur. 1953-cü ildən bəri birinci dəfədir ki, 3 oyunda dalbadal 3 top fərqi ilə məğlub oldu. Məğlub. Belə bir Sən hər gün deyirsən ki, slot neynəsin, slota neyniyək gözləyək səbr Göz edək. bir həftə. Bircə həftə. Bax, slot getdi şeyə, Liverpool'un şeyinə, prezidentinə. Bir həftə. Elə elədi. Allah one week. Tottenham PSG oyunundan da danışaq. Bu Çempionlar Liqasının bu həftəsinin ən maraqlı oyunlarından biri də oydu məncə. Vitinha dünyanın yaxşı yarım dəfəsidir. Razı. Haqda. Elə. Tezis. Biraz danış da, 2 dəqiqə Vitinha görək bizə. Hətta Vitinha yox, Vitinha və Neves birlikdə ən yaxşısı. Yox, Vitinha. Vitinha'nın o qədər rahat oynamağının bir səbəbi Neves'dir. Mən ona görə həmişə o ikisini bir yerdə adlayacağam. Necə Xavi Iniesta dediyi bir yerdə həmişə. Mənim üçün ikisi bir yerdədir Vitin. Çünki adam o qədər belə yaxşı top toplayır ki arxada. Vitinha ona görə çox da rahat qabaqda oynayır. Mən sən Vitinha tərif edirəm. Joe Neves'dən danışırsan. Biz Vitinha təriflədik, tamam. Vitinha birinci qolu möhtəşəm. Adam hücumçu olaraq da necə hücumçu olaraq? Yəni hücum tərəfi çox yaxşı. Zərbələri əladır. 2 dənə 16-lıqdan uzaqdan qol vurdu. Yəni bu göstərir ki, adam necə dəqiq ayağı var. Birinci Çox gol olmaz. olmalıdır. Elə bir şey olmaz. Birinci gol qadağan olunmalıdır. Hə, bir də- Elə bir şey yoxdur. Gəlib vurmur. Yəni olduğu yerdən ayaq qüvvətini olduğu yerdən düz vurur. İşləməyən ayağından vurur. Adam sağdan oynayandı, soldan vurdu həmin O ikinci qolda. qoldu sən dediyin. Hə, sağ işləmir orada. Sağdan vurdu həmin qolda. Və qabağında nə qədər oyunçu var idi, oyunçuların arasında da keçdi. Getdi 9-dan girmədi, amma demək olar ki 9. O ikinci gol da eynisi oldu da eyni. deyə. O da Adam keçilməyən bir yerdən keçdi. Olmaz. Elə oynamaq olmaz. Bırax. Qadağan olmaz. PSG cidden inanılmaz güclüdür orta xəttdən ya. Adamların yarımdəfəçiləri hər həftə yəni Neves və Vitinha hat-trick eləyir. Hər həftə hat-trick eləyir. Belə şey yoxdur. Neves Fransada elədi. Növbəti tur getdi Ermənistanın oyunda elədi. İndi də Vitinha son 3 turda 2 dəfə hat-trick eləyir. Adamlar 9-9 aldı reyting.
Adamlar hər həftə 3 dənə ilə yarımdəfəçilər vururlar. Bu hücumçudan bir şey qalmır ki, bunu vururlar. Evet, Kvara fırlanır ölçün. Hücumda da bir dənə cavan olaraq Bilin dəs adını. bir neçə Samitin birləşməsi olur. Endiantu. Əlin kimsə var. İsmail Abdullayevin dediyi adlardan da oxunmayan adlar. Papazda Dopoulos. Çox qəribə oyun. Bax yox da, amma normalda məsələn Ağazda aktiv ən yaxşı yarımdəfəçilər siyasətdən danışanda biz ikiliyə Pedri ilə Vitinha qoyuruq. Da João Neves şey deyə Xavi Iniesta'nın yanındakı Busquets. Biraz geri planda qalır. Ya da Xavi Alonso da okey millidəki. Elədir, amma faktda hazır danışsaq ya Pedri ya Vitinha bir nömrə sayırıq da. Ya Vitinha məncə artıq çox fərq atıb. Nə bilmək, inanılmaz səviyyədədir. PSG-də Pedri olsaydı böyük ehtimal onda da enişi olardı. Biraz da Barcelona PSG-dən zəif olmağı Pedri'nin qabağını kəsir. Yəni adam gedir Ferran Torres'lə oynayır. Yazıq nə qarşısında Ferran nə qədər ötürürsün ona ki, bu nə vaxtsa bir gün vuracaq bu. Asist yazılacaq orada. Onu da qınamıram. Bir də Tottenham'in formasından danışmaq istəyirəm. Belə maraqlı 2000-lərin əvvəllərinə qayıtmış bir stilimiz var idi. Nostaljik bir forması var idi. Maraqlı forma idi. Belə xoşduram şey formalar, klublar keçmişlərinə dönəli bir şeylər hazırlayanda. Tez eləyirlər elə. Hə. Belə nostaljik formalarda maraqlı hansı ki hər ağlınıza? Mən xoşuma gəldi. Bu forma əla idi, mən bəyəndiyim forma falan. 2005-2006 Arsenal'da Henry'nin tünd qırmızı bir forması var. Henry forması hamı yadlayır. O Henry deyə konkret. Arsenal'ın o forması inanılmaz qəşəng. Onlar rəngi qırmızıdır, tündür, çox qəşəngdir. Cavit aşağıda oralara bir şəkil qoyacaq. Allah mən Inter fanatı olsam da 2006-2007 Milan forması var. Zolaqlarla. Hansı rəngdə? Ağ rəng. Qırmızı qara zolaqlarla. Burada da qızılı rəngdə bir xəttlər var idi. Həmin sezonda Çempionlar Liqasında qalib olmuşlar. Kaka da ən yaxşı oyunçu seçilmişdi. Ondan qolu var idi Çempionlar Liqasında. Məncə o forma çox qəşəng idi. Həqiqətən ikonik formalardan biridir. Hətta Cavit dedi Milanın o Pato Milan forması bir də ağ olan. Barcelona'ya qol vurmuş deyə neçə saniyə. O Pato'nun yadımızda qalan bir də o Milan forması qəşəng idi. O ağ rəngli. Düz əla forma idi. O da indi izləyicilərdən də xahiş eləyək, onların da ağlına hansı formalar gəlir yazsınlar. Elə yazan yerdə like da abunədir bu məsələn bir neçəmizin yadına açıb. Yana da orada. Onları da həll etsəz yaxşı olar. Bir də Chelsea Barcelona'dan danışmalıyıq. Burada Chelsea Barcelona haqqında belə bir məsələ deyim ki, bir tərəfdə çox böyük tənqidlər alan Ferran Torres, bir tərəfdə də yəni heç gözləntilər çox aşağı idi, amma ulduzun inanılmaz parladan Estevao. Maresca, Flick. Yəni Flick Maresca ikilisini müqayisə edirsək böyük fərq var da. Flick Maresca yaxşı məşqçidir, açıq danışaq da. Amma nə oldu ki bu qədər? Yəni Araujo'nun artıq bu neçənci səhvdir mən saymağı unutmuşam. 3-cü. Sən saymısan. Bu artıq neçənci səhvdir ki, böyük oyunlarda qırmızı alıb çıxır. Bax slot məsələsi, nizam-intizam. Hansı Flick? Hansı Flick Alman deyə? Sənin nizam-intizamın yoxdur. Araujo niyə qırmızı alır elə? O adam kimsə çalır. Gedir axtarır, bax Brüjlə oynayır, almır. Nə bilim belə oyunlarda alınır, gedir Chelsea, PSG, nə bilim, nə vacib oyun varsa alınmayasa bu oyunu almamalıdır. Gedir oyunu qırmızı alır, birinci sırrını alır, zimilə qoyur komfundanı. Bədbəxt olurlar sonra da. Dağılınmır da. Kukurella ilə oynayır Cavit. Kukurella möhtəşəm oynadı. Hətta neçə müddətdə ilə oynayır? Maçın oyunçusu da seçildi. Yəni Kukurella'dan oyundan sonra soruşurdular, deyir ki, mən oyundan qabaq analiz eləmişdim. O Yamalı tuturdu da. Yəni deyir ki, Yamal sadəcə sağ ayağından mərkəzə tərəf gedib, oradan ya ötürməkdir, ya da zərbə vurur. Mən də ona uyğun oynamağa çalışırdım. Bir də onun bir də epizodu var, yerdə bildiyin sürünə, başından dalına, hər yerindən topu çıxartdı da yəni. Yəni çox birəbir mübarizələrdə son aylarda çox artırıb və ən çox driblinqi bacaran Olise var əlimizdə. Olise belə deyir ki, ən belə çətin oynadığım rəqib Cucurella olub. Yəni mükəmməl oynayır. Son ayların ən yaxşı cinah müdafiəçisi sayıla bilər. Halal olsun. Onun adına mahnı da var orada. Özü yazmalı. Cucurella se come una paella. Cucurella se bebe una estrella. Mükəmməl oynadı. Bir də belə bir şey deyim. Yəni qısaca gəlsin. Yəni məncə bu həftənin, ümumi həftənin ancaq Çempionlar Liqasının yox, bir dənə atalar sözü var. Böyük danışan, böyük üstün. Aha. Hadi. Qardaş, həftə sonu Tottenham Arsenal oyunu var idi. Tottenham məşqçisindən soruşdular ki, Eze haqqında nə düşünürsən? Qayıdıb dedi, who is Eze? Gördü who is Eze, bəli, tərcümə üçün təşəkkür. İngilisini bilməyən yoldaşlarımız üçün. Gördü, Eze'nin kim olduğunu gördü. 3 dənə Tottenham'a qarşı Eze sırf özü qol vurdu.
Mükəmməl oyun. Daha sonra Olympiakosun məşqçisi Jose Luis Mendilibar. Mendilibara dedilər ki, Mbappé-ni necə tutacaqsan? Dilə ehtiyac yoxdur. 3 oyunda gol vurmur onsuz da. Nəyinə tutaq? 4 dənə gol vurdu həmin oyunda. Yamala deyirlər ki, sən Chelsea-lə oyun var da, vacib oyundur. Deyir, xeyr, vacib oyun deyil. Vacib oyun Atletico ilə oyun oldu. Həmin oyun vacib idi. Onu unutduq. Bu elə belə oyundur. Gördük, Yamalı məhv elədilər. Chelsea-də Barcelona-da biabır elədi. Yəni qısacası böyük danışma. Böyük danışmaq lazım. Çox qısa bir əlavəlik oyuna danışmaqdır. Real Olympiakos oyununda Real Madriddən Mbappé-ni çıxaranda Olympiakosun eyni səviyyədə komanda alır. Eyni səviyyədə oyun oynayırlar. Heç bir fərqləri yoxdur adamların. Yəni Alonso hələ ki heç nə alındıra bilməyib. Heç Abi Alonso neynəsin? Yoxdur müdafiəçi. Zədəli damsın, neynəsin? Sən Problem müdafiədədir. Nihat deyir, yəni məşqçisiz belə Liverpool PSV uduzmamaq. Tamam da müdafiədə kim oynasın? Olimpiyakosu müdafiəçisiz də sən udmalısan axı. Udmalısan yox yaxşı oyun udmalısan. Olimpiyakos Allah bəxtəbəxt tutdular. Oyun biraz uzunsa Olimpiyakos yenə vurası idi. Amma müdafiə yoxdur Realda. Açıq danışma yox. Bir şey ilə qoymadı adamlar hücuma gəlsinlər. Çıxır. Bir dənə kəlləli epizod oldu. 3-cü qol idi deyəsən. Heç kim gözləmir belə. Bu qədər rahat biz özümüz oynayanda deyib qol vurmuruq. Heç kimə baxmır ki, kim hardan tullanıb vuracaq. Bəlkə Xavi Alonso'nun taktikası bu deyil. Bir ara Ancelotti deyirlər, pasto Benzema söhbəti, pasto Mbappé. Yox, şey deyirəm, müdafiə tərəfini zad deyirəm hələ. Yox da, okey, müdafiəni keçək də. Hə, qol vursa. Deyirsən Mbappé'ni çıxarsaq komanda deyil falan. Axı Real o deyil. O olmamalıdır. Məncə eynisi deyil. Mən başa düşmürəm. Siz Liverpoolu tənqid edirsiniz ki, radikal dəyişikliklər eləmir. Eyni zamanda Xabi Alonso radikal dəyişikliklər eləyir hər oyun. Hətta Elçin oyunda səhvimizə 3-lü müdafiə ilə çıxmışdı. Olmaz, Real oynamasın 3-lü müdafiəni alınmır. Onu da tənqid edirsiniz ki, yəni bu qədər şey eləyir, ortada heç nə yoxdur. Yəni, adam yoxlayır da, müdafiə yoxdur, neynəsin? Rüdiger yoxdur, Militao yoxdur, Asensio oyunçu deyil. Onun oynamalı deyil. Onsuz da boyu balacadır. Olympiakos ancaq kəllədən qollar vurdu həmin oyunda da. Ancaq standart vəziyyətlərdən qol vurdu. Yəni yoxdur oyunçu müdafiə. Müdafiə oyunçu lazımdır bu qədər. Məncə Real. Həm Liverpool həm də Real. Məncə Real'la Olympiakos oynayanda hansı Real azarkeşi bu gün xal itirə biləriksə narahat olmamalıdır. Heç bir halda narahat olmamalıdır. Real azarkeşləmə də narahat edir. İtirmədilər onsuz. İtirmədilər, amma itirə bilərdilər. Yəni çox böyük ehtimal idi. Bu Çempionlar Liqası həftəsində, burada bu belə deyim də, bu reqlamentdə gedən həftələrdə qollar çox olur. Yəni oynanan sayda çoxdur, amma yenə də çox olur. Yenə də çox olur. Bu məsələdən biraz UEFA ilə bir yaxşı elif kimi də düşünə bilərik. Sevirəm bu arada. Bu reqlamenti daha çox sevirəm. Bu daha yaxşı. Amma bunun üstündə işləyib daha yaxşı eləmək olar. Eləmək olar. Çox fərqli komandayla oynayırsan və daha maraqlıdır. Bu heç kimə şey var, Qalatasaraylılar deyir, Liverpool'la deyir təkrar oynamayacaq deyir, çox rahat şey. Maşallah. Çox rahat söz deyə bilir Liverpool'a. Çox sormuşlar. Səncə Nihat bu həftənin ən yaxşı qolun hansıdır? Çempionlar Liqasının. Vitinha ikinci qol. Vitinha ikinci qol. Səncə? Ya orada sadəcə topun keçəcəyə qədər bir yer var idi. Yəni səncə? Ən yaxşı qol bilmirəm, qol çox idi. Mən Vitinha'nın birinci qolunu daha çox xoşuma gəldi. Tamam. Amma yəni qol qəşəng qollar çox idi, seçmək çətindir biraz. Sənin Estebanın qolu qəşəng ləzzət elədi. Bildiyin Jogo Bonito idi. Keçdi vurdu. Bəs onu niyə yaxşı saymıram? Biz Barcelona komanda deyil aslında. B-klass komanda. Bəs ən yaxşı save hansı idi? Koxas gəldi. Birinci o dəhşətli save. Neyləsin topu necə? İnşallah Koxaski növbəti oyunlara çox yük düşməz. Hücum oyunçularımız məsələni həll eləyərlər. Qələbələr qazanarıq. Dostlar, bu günlük bu qədər. Bizdən təşəkkür edirik izlədiyiniz üçün, vaxtınız üçün. Fikirlərinizi mütləq gözləyirik. Rəylərdə görüşək. Bizi bütün sosial şəbəkələrdən izləyin. Maraqlı məzmunlarımız var. Hər şey sizin üçündür. Əla proyektlər, layihələr gəlir, yoldadır. Hər həftə sizinlə görüşməyə davam edəcəyik. Özünüzə müğayət olun. Görüşərik. Hələlik. Hələlik.